Salam dostlar. Biz 2000'in əvvəllərində gənc dostlar Vahid Payiziyevinə Füzulini öyrənmək üçün gedirdik. Ancaq yaşlılar Füzulini bizə öyrətməkdə o qədər də canfəşanlıq eləmirdilər. Əksinə Füzulini qarşımızda səddə çevirirdilər, maniyə çevirirdilər, bizi susturmaq alətinə çevirirdilər. Yəni Füzuli ömrümüzün bir probleminə çevrilmişdi, bir ağrısına çevrilmişdi və sanki Füzulidən bizi soyutmaq istəyirdi bunlar. Həmin vaxtlar mən israrla dedim ki, mən Füzulini öyrənəcəm. Və Füzulidən az-çox nələrsə öyrənəndən sonra baxdım ki, həmin qocalar Füzulidən ciddi içinə bilmirmiş. O adamlar ki, Füzulidən bizim qarşımızı kəsmək üçün istifadə edirdilər. Mən oxuyanda gördüm ki, bizə, gəncliyə yaxın, çox azad düşüncəli, gözəl, belə dərd əhli olan bir şair burada var. Nəinki o qocaların bizə təqdim elədiyi qorxunc Füzuli. Həmin vaxtlardır Leyli və Məcnunu oxuyuram. Gəldim, bizə həmişə iltifat göstərən və yaxşı öyrətməyə çalışan Ənvər müəllim, ruhu şad olsun. Ənvər Nəzərli gördüm, bir nəfərlə oturub. Adam çox zəhimli adam idi, yəni, tanımıram. Oturub, mənə də çağırdı stola. Gedib oturdum, məsələn, mənə də çay süzdülər. Bunların söhbətinə qulaq asıram. Oradan, buradan, ümumi siyasətdən, gündəmdən danışırdılar. Arada imkan tapıb Ənvər müəllimin icazə aldım. Dedim, onlar bir söz soruşun. Dedi, buyur. Dedim ki, mən Leyli Məcnunu oxuyuram. Ya Rəbb, bəla-i eşqlə qıl aşina məni deyən Füzulini başa düşdüm, can vermə qəm eşqə ki, eşq afəti candır deyən Füzulini başa düşmədim. Belə deyəndə həmin bu zəhimli adam bir nataraz bir səslə, biraz da istehza ilə, aşağılayıcı tonla qayıtdı ki, harada başa düşdüm, bir balaca da qımışdı. Dedim ki, ya Rəbb, bəla eşqə qıl aşina məni beytində başa düşdüm. Dedi, nə demək istəyir? İstehzası lap belə çoxaldı ki, yəni sən hara, o hara, sən nə bilərsən ona deyir. Mən də eyni istehza ilə buna cavab verdim ki, Fatihə surəsini təfsir edir. Yəni əslində mən bunu acığımdan dedim, çünki bu Füzulidir, sağı solu bəlli olmaz. Bəlkə də eləyib yəni. Bunu heç bu adam da dəqiq bilə bilməz. Yəni ona görə özümü arxaya ilə belə bir söz atdım. Söz atanda bu Arif adamı idi, sözü tutdu. Tutdu və mübahisəni davam elətdirmədi. Mənə dedi ki, get ikinci qəzələ bax, can vermə qəm eşqə ki, eşq afəti candır. Get bax, o Məcnunun anasının dilindən ona nəsihət kimi verilib. Dedim, belə çıxır ki, hansı qəzəl poemada kimin dilindəndirsə, onun deməli, düşüncə tərzini ifadə edir. Dedi, bəli. Dedim, axı, son beytdə Füzuli öz adını çəkir. Dedi, onun əhəmiyyəti yoxdur. Kimin dilindən qəzəl verilirsə, kim deyirsə o qəzəli, onun şuur səviyyəsinə uyğundur. Mən bilirdim və bir daha gəlib baxdım. Gəlib baxanda bir ayrı möcüzənin də şahid oldum. Deməli, Füzuli Leyli Məcnunda demək, Məcnunun anasının Məcnuna nəsihət verdiyi yerdə deməli, qadın bir ustaddan misal çəkir. Bir ustad da bu xüsusda gör necə deyir və Füzulinin qəzəlini oxuyur. Bu indi postmodern romanlarda belə fəndlərdən istifadə olunur. Təsəvvür elə